Hər zaman bazarlıq videosunu çəkəndə xanımlar mənə deyirdi ki, yerləşdirmə videosunu da edin. İndi çalışacağım ki, maksimum dərəcədə sizinlə birlikdə yerləşdirim. Nələr almışam, onu göstərmək istəyirəm. Yeri yoxdur deyə bura qoydum. Mən makaron olaraq Rolton makaronlarını sevirəm. Və bir firma var. İndi çıxsa deyəcəm sizə. Barilla. O firmanın makaronlarını sevirəm. Batımcan almışam 1 kilo. 2 dənə iceberg kahı almışam. Burada ət var. Sümüksüz ətdir. Və sonra burada kahılar var. 2 dənə kahı. 3 kilo kartof. 2 kilo soğan. Var. Bunun içində 4 ədəd toyuq var. Siyazənin toyuqlarını alıram həmişə. Daha sonra lavaş. Yumurta. Evdə var idi ama yenə də aldım. Slabadanın mayonezi. Bunun mayonezi çox dadlı olur. Daha sonra belə içi biberli zeytun. Siyazənin filesi. Daha sonra tamaşanın düyüsü. Halal nimət mündərkəsinin sosiskası. Sonra yamaçın belə mini sosiskalarından. Super fresh'in kartof frisi. İçində göyərtilərdir. Neçə ədəddir bilmirəm. Burada yəni düz yazmayıblar. İçində çox olmalıdır. Bir 10 dənədən çoxdur. Yemək olmayanda tez bazar atışdırmaq üçün roltonlar. Səhər yeməkləri üçün ballı kukuruz. Rio Santa markası da çox yaxşıdır. Əslində mən bunu sifariş etməmişdim. Barbekü sos sifariş etmişdim. Onun yerinə bunu qoyublar. Meksikan çili. Bu da çox ləzzətlidir. Əgər acı sevirsinizsə, mütləq bunu alıb yoxlayın. Mən 1-2 dəfə almışam, çox bəyənmişəm. Soslardan davam etmişkən bunları göstərim. Heinz'in Caesar sosu. Ferrero şərabı. Çox dadlıdır bu firmanki. Heinz'in Caesar sosu. Heinz'in yəqin ki pendir sosunu sevənlər çoxdur və tapmaq qeyri-mümkündür. Ona görə tapanda da çalışırıq ki 2-2 alaq. Çox ləzzətlidir bu.